Əziz və dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər, hörmətli abituriyentlər. Hal-hazırda bu günlər sizə mən DİM-in 20 sınaq test kitabçasının 3-cü qruplar üzrə nəşr olunmuş test kitabçasının 16-cı sınağın izahını verəcəm. İzaha keçməmişdən qabaq onu qeyd edeyim ki, bu tərzdə videoların, dərslərin, dərs izahlarının, test izahlarının davamını istəyirsinizsə kanalıma abunə olmağı və bəyənməyi, paylaşmağı unutmayın. Keçək sualların izahına. Sual 1. Daha əvvəl baş vermişdir. Əziz və dəyərli izləyicilər, ikinci Sarqonun Şuan Daxıl və Durduq üsyanlarının yatırması İranzunun dövrüdür. Eradan əvvəl 719-cu ilə aiddir. Manna Assuriya torpaqlarına yürüşü. Manna Assuriyaya yürüş edib Ahşerinin dövründə. Ulussunun Assuriya siyasi ağının tanınması 716-dır. İskit Paşallının Manna dövlətlə ittifaq bağlaması. Bu da Ahşeriyə aiddir. Babil və Midiyaya qarşı mübarizədə Assuriyaya yardım göstərilməsi Uallin dövrünə aiddir. Burada görürsünüz ki, ən əvvəl İranzu olmalıdır. İranzudan sonra Ulussunu, sonra Ahşeri, sonra Ualli hakimiyyətə gəlir. İranzuya aid olan məsələ də burada A variantında verilib. Demək, daha əvvəl olan A variantıdır. Bunun da tarixi eradan əvvəl 719-cu ildir. 719-cu ildə Şuan Daxıl və Durduqa şəhərlərindəki İranzuya qarşı üsyan baş verən zaman Sarqon köməyə gəlmişdi. İkinci sual. Manna hökmündə İranzu və Şirvanşah 1-ci İbrahimin fəaliyyətinə aid ümumi cəhət. Nədir burada ümumi cəhət? Hər ikisi iki işğalçıya qarşı onlardan biri ilə ittifaqa giriblər. İranzu iki dənə işğalçının qarşısındaydı. Urartunla Assuriyanın qarşı-qarşıya idi Assuriya ilə. Bunlardan Assuriyanı seçdi, Urartuya qarşı mübarizə apardı. İbrahim isə Qızıl Ordu və Teymurilərin hücumu ilə qarşı-qarşıya idi. Bunlardan iki dənə rəqibdən Teymuru seçdi, Qızıl Orduya qarşı mübarizə apardı. Yəni iki işğalçıdan birindən müttəfiq olub, digərinə qarşı mübarizə aparıb, hər ikisinə ümumi cəhətdir. Sual 3. Deyir ki, müəssisələr arasında bu dövrə aid məlumat yoxdur. Baxaq indi. Azərbaycan torpaqları Midiya satraplığı ərazisinə daxil edib, Əhəmənilər dövrünə aiddir. Cənubi Azərbaycan və Albaniya, Kusti isə Sasanilər dövrünə aiddir. Şimalda Dərbənddən cənubda Zəncana qədər olan torpaqlar tarixi Azərbaycan ərazisinə daxil edilib, Ərəblər dövründə idi. İlk dəfə bütün Azərbaycanı vahid şəkildə birləşdirəndə Sacilər, biz bunu bilirik. Sacə hökmdarı Yusif Nəbusas. Demək, burada ərəblərə aid, Əhəmənilərə aid məlumat var. Əhəmənilərə aid məlumat var, getdi. Sasanilərə aid məlumat var, getdi. Ərəblərə aid məlumat, Saclərə aid məlumat var. Məzədlər sonrasına aid məlumat yoxdur. Yəni Şirvanşahlara, Məzədlərə aid. Ona görə cavab olacaq C variantı. Sual 4. Pakistanın 1950-70-ci illə və Türkiyənin 1960-80-ci illə tarixinə ümumi cəhət budur ki, əziz və dəyərli izləyicilər, Pakistanda 50-70, Türkiyədə 60-80-ci illər siyasi sabitsizlik, hərbi çevrilişlər, qeyri-sabitlik dövrüdür. Cavab oldu B variantı. 5-ci sual. Beynəlxalq münasibətlərdə neftdən təsir vasitəsi kimi istifadə edildiyi ilk dəfə 1973-cü il Ərəb-İsrail müharibəsində birinci şans blok imtahanında 25 may keçirilən birinci imtahanda 3-cü qruplar üçün test kitabçasında situasiya sualı bu idi məhz. 1973-cü il Ərəb-İsrail müharibəsindən danışılırdı. Camp David sazişindən danışılırdı. Məhz bu məsələ də burada qeyd olunub 20 sınaq testində görə bilərsiniz. İlk dəfə neftdən təsir vasitəsi kimi ərəblər istifadə edilər 73-cü il İsraillə müharibədə və həmin müharibədə neft şoku yarandı və ərəblər bu müharibədə qalib gəlməyi bacardılar ilk dəfə. 6. Xəritədə rəqəmlər göstərilmiş dövlətlərin 19-cu əsr tarixinə aid ümumi xüsusiyyətini müəyyənləşdirək indi. Təbii ki, burada 1 Hindistandır, 2 Çindir. Kraliç 19-cu əsr üzrəsidir. Kraliçə Viktoriya Hindistanın imperatriçesi elan edilib 1876-cı ildə. A Hindistana aiddir. Tigəş müharibəsi Çində baş verir 1840, 42, 56, 60. Heç birində burjuan inqilabı baş verməyib. Heç bir respublika elan edilməyib 19-cu əsrdə.
E, Böyük Britaniya tərəfindən işğalı başa çatmışdır. Bəli, 1856-cı ildə Aotkin yazığının tabe edilməsi ilə Hindistanın işğalı bitmişdir. 1A, Y, 2B, yəni cavab oldu burada B variantı. Keçək digər sualın izahına. Yəni, bu neçənci sual idi? 6-cı sual, keçək 7-ci sualın izahına. 7-ci sual. Hadisə nəticə əlaqəsinin doğru verildi. Üzr dilərim. Rusiyanın 1991-ci il avqust tarixinə aiddir. 91-ci il avqustunda Qarbaçova qarşı hərbi çevriliş baş verdi. Dövlət çevrilişi daha doğrusu baş verdi. Ona deyirlər avqust qiyamı. Həmin qiyam uğursuzla nəticələndi. Yanayevin rəhbərliyi ilə. Demək, cavab burada olacaq, dövlət çevrilişinə edilən cəhdin uğursuz olması, yəni A variantı. 8-ci sual. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən eləyək. 1917-ci ildə Rusiya imperiyasında siyasi dəyişikliyin baş verməsi Bakıda səhvdir. Türk Ədəmi Mərkəziyyət Partiyası Bakıda yaranmayıb, Gəncədə yaranıb. Əgər burada Bakı yox, Gəncə sözü olsaydı, cavab düz olardı. A getdi. Türk Ədəmi Mərkəziyyət Partiyasının Yaşasın Azərbaycan muxtariyyəti şüarını irəli sürməsi, Azərbaycan məhfumunun siyasi məna kəsb etməyə başlaması, bəli, doğru cavab elə budur, bu olacaq. Rusiyada vətəndaş müharibəsinin başlaması, Cənubi Qafqaz Komissarlığının fəaliyyətinin güclənməsi, yox, komissarlıq fəaliyyəti dövründə vətəndaş müharibəsi Rusiyada yox idi həmin vaxt. Bundan sonra Cənubi Qafqaz Komitəsinin fəaliyyəti dayandırılması, Cənubi Qafqaz Seymi yaranmır, komitədən sonra komissarlıq yaranır. Dedə səhvdir. Bakı Sovet hakimiyyəti qurulduğu elan edilməsi, Bakı Şəhər Duması, Bakıda Sovet hakimiyyəti 1917-ci ilin noyabr ayının 2-sində elan edilir. Bakı Şəhər Duması isə 1918-in 20 aprelində ləğv edilir. Bunun da əlaqəsi yoxdur. Cavab oldu B variantı. Sual 9. 1943-cü illərin döyüşlərindən danışır. Buradadır. Mətndə verilən hadisənin gedişində nə baş verdi? 42-43-cü ildə ən böyük tank döyüşü baş verdi, Kurs döyüşü. Kurs döyüşündə Sovet ordusu qalib gəldi. Sovet-Alman cəbhəsində Kurs döyüşünün nəticəsində əsaslı dönüş başa çatdı. Cavab olacaq burada 1-3-4, yəni Y variantı. 10-cu sual. Xəritədə verilmiş rəqəmlərlə ərazilərdə 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanlara aid uyğunluğu müəyyən edin. Əzizlərim, burada rəqəmlərlə verilən ərazini yəqin görürsünüz. Mən bir daha sizə göstərim. Demək, burada rəqəmlərlə verilmiş ərazi hansı ərazilərdir? 1 Carbalakəndir, 3 Qubadır, 2 Lənkərandır. 30-cu illərdə burada üsyanlar baş verir. Baxın, görək indi hansı fikirlər hansılara aiddir. Demək, üsyan gedişində hərbi şuranın yaradılması, təbii ki, bu Qubaya aiddir. Biz bunu Qubada yazacağıq. A Qubaya aiddir. Üsyana əvvəllər ərazini idarə edən xanın rəhbərlik etməsi Lənkərana aiddir. Çünki Lənkəranın Mir Həsən xan Lənkəran üsyanının rəhbəri idi. B getdi 2-yə. Üsyana Məşədi Məhəmmədin rəhbərliyi Şəki üsyanıdır. Şəki üsyanı burada Şəki verilməyib. Üsyançılara Dağıstan, Borçalıdan əhali qoşulmuşdu. Bu da Şəkiyə aiddir. Bu da burada verilməyib. Şeyx Şabanın başçılığı etdiyi dağıl dəstələri üsyançısı. Şeyx Şaban da ki, biz bilirik ki, əzizlərim, Carbalakən üsyanındadır. Dəyərli izləyicilər, bu da aiddir Carbalakənə. Cavabın nə oldu? 1Y, 2B, 3A. 1Y, 2B, 3A. Burada cavab olacaq. Daha doğrusu C variantı. 1Y, 2B, 3A. Keçək 11-ci sualın izahına. 19-cu əsrdə demək, 19-cu əsrin ikinci yarısında Rusiyanın Cənubi Qafqazda keçirdiyi islahatların nəticəsində bu islahatlar nəyə səbəb oldu? Kəndi çıxışlarına səbəb oldu bu islahatlar. Cavab olacaq C variantı. 12-ci sual. John Kennedy'nin prezidentliyi dövründə ABŞ-ın xarici siyasət istiqamətlərini müəyyən edin. John Kennedy biz bilirik Demokratlar Partiyasının nümayəndəsidir. 60-cı ildə prezident seçilib. 1961-dən 63-ə kimi fəaliyyət göstərib. 63-cü ildə Dallas şəhərindəki üsyan nəticəsində, daha doğrusu sui-qəsd nəticəsində öldürülmüşdür və hakimiyyətdən getmişdir. Onu Lyndon Johnson əvəz eləmişdir. Kennedy'nin xarici siyasətində birinci məsələ maliyyə yardımı ilə bir çox ölkələr özünü asılı salmaq, Avropada nüfuzunu saxlamaq 1-2 doğru cavabdır. İnkişaf etməkdə olan ölkələrdə kommunist və təhlükəsizliyin qarşısı almaq 3 də doğru cavabdır. Cavab olacaq burada 1-2-3.
Vyetnam məsələsi onun dövründə yox idi, Əfqanistan məsələsi onun dövründə yox idi. Cavab oldu 1-2-3 B variantı. Vyetnam müharibəsi Lyndon Johnsonla Nixona aiddir, Richard Nixona aiddir. Əfqanistan məsələsi də Əfqanistana SSR-nin qoşun yeritməsi, SSR-nin qoşunlardan çıxarılması Reagan dövrünə aiddir. SSR-nin qoşun yeridəndə 79-da Reagan hakimiyyətdə deyildi, amma SSR qoşunlarını Əfqanistandan 89-cu ildə çıxardanda Reagan idi, ABŞ-ın prezidenti. 13-cü sual. Rəşd və Gəncə müqavilələrinin şərtlərinin ümumi cəhətini. Rəşd müqaviləsi 1132-ci il Səfəvi Rusiya, Gəncə 35-ci il Səfəvi Rusiya. Hər iki müqavilədə Ruslar Xəzərsaray torpaqları Səfəvilərə qaytarırlar. Sadəcə Rəşd müqaviləsində Kürdən cənubdakı Xəzərsaray vilayətləri, Gəncə müqaviləsində isə bütün Xəzərsaray vilayətləri. Ortaq cəhət budur ki, işğal olunan Xəzərsaray torpaqlarının Səfəvilərə qaytarılması B variantı. 14-cü sual. Azərbaycanın 13-14-cü əsrlər memari abidələrinə aid deyil. Olcaytı Xudabəndə 13-14-dədir. Getdi bu. Mərdəkan Dairəvi qadı 13-14-dədir. Aid olmayanları bizdən istəyir. Şirvanşahlar Sarayı 15-ci əsrdir. Qeysəriyyə Bazarda 15-ci əsrdir. Bunlar ikisi də 15-ci əsrdir. 13-14-ə aid deyil. Cavab olacaq 3-4. Yəni D variantı. 15-ci sual. Məntiqi azlığı müəyyən edin. Abbasilərin Azərbaycanda yürütdüyü ağır vergi siyasəti, Xürrəmlər hərəkatı nəyə səbəb oldu? Hərəkat məğlub olsa da ərəb xilafəti zəifləndi və parçalanma prosesi burada gücləndi. 15 oldu C variantı. 16-cı sual. Soyuq müharibə dövrünə aid olmayan anlayışları müəyyən eləyək. Qloballaşma soyuq müharibədən sonradır, müharibəyə aid deyil. Mülayimləşmə soyuq müharibə dövründə olub, dəmir pərdə ifadəsi olub, buzların əriməsi dövrü olub. Yeni dünya nizamı da soyuq müharibədən sonradır. Cavab 1-5, yəni oldu D variantı. 17-ci sual. Atabəylərin fəaliyyət dövrünə aid uyğunluq pozulmuşdur. Sultan Məsud Aranı iqta kimi bağışladı Şəmsəddin Eldənəzə. Bu doğru cavab. Bizdən səhv istəyir. Təbrizi Axsunqullərdən aldı Məhəmməd Cahan Pəhləvan. Bu da doğru cavabdır. Şirvanşah 1-ci Axsanı təzədən tabe eləyən Özbək deyil. İlk dəfə tabe eləyən Eldənizdir, yenidən tabe eləyən Qızıl Arslandır. Səhv cavab burada C variantıdır. Cavab oldu 17-də C variantı. 18-ci sual. Uyğunluğu müəyyən edin. Paris konfransı verib, Vaşinqton konfransı verib. Yaponiyada ABŞ-a qarşı revanşist siyasətin əsasının qoyulması Vaşinqton konfransında Parisə aid deyil. Millətlər Cəmiyyəti yaradılması Paris konfransıdır. Çinin müstəqillik ərazi bütövlüyü Vaşinqton konfransında tanınır. Bu Parisə aid deyil. 1B. Vaşinqton konfransı, 4 dövlət müqaviləsi Vaşinqton konfransındadır. Millət amili bu belə şey yoxdur. Açıq qapı siyasəti də Vaşinqton konfransına aiddir. 1B, 2A, C. Hansı variant oldu? Cavab oldu C variantı. 19-cu sual. Vətən müharibəsi zamanı Azərbaycanın fəaliyyətinə aid deyil. Gözün birbaşa burada Xankəndiyə sataşdı. Biz bilirik Xankəndinin geri qaytarılması antiterror əməliyyatı nəticəsindədir. 2023-cü ilin sentyabr ayının 19-da 23 saat 43 dəqiqə çəkən antiterror əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Xocavəndin bir çox əraziləri Ağdərə əsgəran düşməndən təmizlənmişdir. O vətən müharibəsinə aid deyil. Cavab oldu B variantı. 20-ci sual. Xəritədə verilmiş ərazilər. Xəritədə verilmiş ərazilərə baxaq indi biz əzizlərim. Xəritədə verilib hansı ərazilər? 1. İrəvandır, 2. Şamaxıdır, 3 də ki Qarabağ xanlığıdır. Baxaq görək hansı hansıya aiddir. Demək, dəyərli izləyicilər, Usta Sərdar Sarayı İrəvandadır. Anı yazırıq İrəvana. Sonra Qubalı Fətəli xan özünü dəqiq etmək üçün tərəfdarlarını köçürüb Şamaxıya. Beni yazırıq Şamaxıya. Sonra müəyyən müddət iki hakimiyyətliyin mövcud olması. Bəli, Şamaxı xanlığında iki hakimiyyətlik mövcud olmuşdur. C-ni də yazırıq Şamaxıya. Yazaq. Əla. 18-ci əsr 80-ci illərində Qubalı Fətəli xanın hücumunu dəf edən Qarabağ xanlığı idi. Bunu yazaq Qarabağa. D-ni yazaq Qarabağa. Axırıncısına baxaq. 18-ci əsr 50-ci illərdə hakimiyyətə Qacarlar, Qacarlar sülaləsi İrəvanda 1755-ci ildə Həsənli xan Qacarın taxta çıxması ilə Qacarlar hakimiyyətə gəlir. Bu da İrəvana aiddir. 1A-Y, 2B-C, 3D. 1A-Y, 2B-C, 3D. Görürük ki, elə cavab burada A variantıdır. Keçək digər sualın
izahına. 21-ci sual. Hadisə nəticədə qalan doğru göstərildi cavabların müəyyən eləyək. 2-ci Mehmedin Trabzona yürüşü Ağqoyunlu Avropa ticarətinə ağır zərbə vurdu. Bəli, bu doğru cavabdır. Teymuri və Cərilərin Azərbaycanda hakimiyyətinə son qoyuldu. Hakimiyyət quraq. Bəli, bu da doğru cavabdır. 2 doğru cavabdır. 1-2, yəni A variantı. 22-ci sual. 1-ci Dünya müharibəsi, 2-ci maraqlı sualdır. 2-ci Dünya müharibəsi soyuq müharibə. ABŞ-ın müharibədən qalib çıxması üçünə də aiddir. Üçündən də qalib çıxan kimdir? Hansı dövlətdir? Daha doğrusu ABŞ-dır. SSR-nin süqutu ilə bitən soyuq müharibədir. Təqribən yarım əsr davam edən soyuq müharibədir. Birləşmiş Millətlər bəyannaməsi 2-ci dünyada imzalanmışdı. Antanta dövlətlər İttifaqı 1-ci dünyadaydı. Baxaq indi cavablara 1Y, 2D, 3BC, 4A. 1Y, 2D, 3BC, 4A. Cavab oldu burada B variantı. 23-cü suala baxaq. Şirvanşah 1-ci İbrahim, Qobalı Fətəli xan, Ağamə Şah Qacarın fəaliyyətinə aid ümumi cəhdlər. İdarə etdiyi dövləti viranəci yürüşlərdən xilas eləmişdi. Qacarda belə şey yoxdur, Fətəli xanda da belə şey yoxdur. İbrahimdə var, düzdür. Qızıl Ordunun viranəci yürüşlərindən xilas eləmişdi, amma digərlərində yoxdur. Bu oxşar cəhd deyil. Biri sildik. Qarabağ arasında 3-də yürüş ediblər. 1-ci İbrahimin Qarabağa yürüşü, Qobalı Fətəli xanın var, Ağamə Şah bəli var Qarabağa yürüşləri. İkinci cavab kimi qoyuruq burada. Köçürmə siyasətə keçirmələri yoxdur. Köçürmə siyasəti bir dənə Fətəli xandadır. Azərbaycan torpaqlarını birləşdirmək təşəbbüsü ilə üçü də çıxış ediblər. Cavab oldu burada 2 ilə 4. 24-cü sual. Xanlıqların idarəetmə sisteminə aid olmayan xan var, darğa var, naib var. Sədrəzəm yoxdur bu dövrdə, xanlıqlar dövründə Əmirəli Mərə də yoxdur. Yenə də cavab oldu burada 2, 4. 25-ci sual. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan təcavüzündən qorumaq üçün görülən tədbirlər. Bəli, Qarabağ general qubernatörü onun üçün yaradılmışdı. Naxçıvan general qubernatorluğu da erməni təcavüzünə qarşı yaradılmışdı. Gürcüstanla hərbi ittifaq Denikinə qarşı idi, ermənilərə qarşı deyildi. Qacarlarla da hərbi ittifaqımız olmayıb, bizim dostluq müqaviləmiz olub. Cavab burada oldu 1-3. 26-cı sual. Xronoloji ardıcılığı müəyyən eləyək. Barbarossa planı tətbiq edildi 1941-də. Almaniya ilk məğlubiyyətini, strateji məğlubiyyətini İngiltərədə aldı 1940-cı ildə. Sovet-Alman cəbhəsində əsaslı dönüş yarandı 42-ci Stalingrad döyüşü ilə. Medyoy döyüşü də, daha doğrusu 43 yazıda Stalingradın bitməsi 43-dür. Medyoy döyüşü də 42-yə aiddir. Necə oldu cavab indi burada? 2, 1, 4 və 3. 2, 1, 4, 3. 27-ci sual. Mezolit dövrü, Neolit dövrü. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatından keçid mezolita aiddir. Metalla ilk tanışlıq eneolitdir, heç birine aid deyil. İnqilabı dəyişikliklər Neolit inqilabı dövrü Neolita aiddir. Mikrolit əmək alətləri mezolita aiddir, biz bunu bilirik. Nitqin əlverişli ünsiyyət vasitəsi çevrilməyə başlaması üst paleolitdir, bu da heç birine aid deyil. 1A-D, 2C olaraq cavabı müəyyənləşdirdik. Situasiyaya baxaq, əziz və dəyərli izləyicilərim. Situasiyada Makedoniya İskəndərin Hindistana yürüşündən falan bəhs olunur, görəcəksiniz siz. Bir-birinci sualda Məmmədə bəhs edən hadisənin hansı əsrdə baş verdiyini yazın. Əzizlərim, bu hadisə bilirik ki, İskəndərin Hindistan yürüşü 327-ci ildir. Bu da ki, neçənci əsrə aiddir? 4-cü əsrə aiddir. Eradan əvvəl 4 yazmalısınız ha. Boş 4 yazmaq olmaz. Situasiya düşsə buna fikir verin qəbul imtahanında. 29-cu sual. Məmmədə əsasən Makedoniya İskəndərin Hindistanın müəyyən hissəsini işğal altına sala bilməsinin səbəblərini yazın. Hindistan İskəndərin ordusunun güclü olması, İskəndərin hərbi sərkərdəlik bacarığı, məharəti yazmaq olar. Sonra Hindistanda vahid dövlətin olmaması, bir çox dövlətlərin vahid düşmənə qarşı birləşə bilməməsi, bunlar İskəndər tərəfindən bəzi ərazilərin Hindistanda işğalının səbəbləri idi. 30-cu sualda nədir? Məmmədə bəhs edilən Yadəlli əsarətinin sonraki gedişatının 20-ci əsrin sonuncu 10 illiyində Azərbaycandakı hansı mühüm siyasi hadisə ilə oxşar olduğunu yazın və əsaslandırın. Əzizlərim, Hindistanda o azadlıq hərəkatı Azərbaycanın 90-cı illərindəki azadlıq hərəkatı nəyə səbəb oldu? Müstəqillik qazanılmasına səbəb oldu. Burada oxşarlıq müstəqilliyin qazanılmasıdır. Əsaslandıraq indi fikrimizi. Necə oldu ki, Hindistanda müstəqillik qazandı? İskəndərin ölümündən sonra azadlıq mübarizəsi nəticəsində müstəqillik qazandılar. Bizdə də ki, Sovet Rusiyasının, Sovet İmperiyası, SSR-nin dağılmasından sonra öz müstəqilliyimizi nə elədik? Bərpa elədik.
Buna da əsaslandırdıq fikrimizi. Çox sağ olun. Bu da axırıncı sualın izahı idi. Diqqətinizə görə minnətdaram. İnşallah inanıram ki, bu izah sizə faydalı olacaq. Təşəkkür.